Süleyman Vəzirov 49'da yaşayıram. Babək prospekti Süleyman Vəzirov 49. Bizim burada piyada keçidimiz zolağı olub. Bizim düzdür Babək marketin karşısında avtobus dayanacağımız olub. Yolu remont edəndən sonra dayanacaq da ləğv olunub. Sonra da zolağı təzdən çəkmədilər və dayanacağı birini hardasa 500 metr irəlidə keçilənin yanındadır. O biri dayanacaq da hardasa bir 300 metr və maraqlısı odur ki, heç bir yaşayış olmayan yerdə aparıb dayanacağı qoyublar. Cəmaatın necə deyim, sadəcə əziyyət vermək niyyətidir. Nədirsə anlaya bilmirəm. Bizim burada həm dayanacağımız olub, həm yol keçidimiz olub, piyada zolağı olub. Onun hər ikisini ləğv eləyiblər. Bir çox yerlərə də müraciət eləmişik. Məsələn, Qədirov Mehman bu işin şahidlərindən biridir. Xəlil qonşu, Sakit qonşu, Oruç qonşu. Qədirov, getdiyimiz yerlər haqqında sizdə məlumat verin. Getdiyimiz yer belədir. Getdiyimiz yer Bakı şəhər nəqliyyat agentliyinə müraciət etmişik. Müraciətdən sonra, bir aydan sonra cavab gəlib ki, bəli, düz ünvana düşmüsünüz. Bu işlər bizlikdir, ancaq mərhələli şəkildə həll edəcək. O mərhələli şəkil həll eləməkdən də 8 il keçib. Bir neçə nəfər burada maşın vurub, qəzaya düşüblər. Bəzi xəstələr indiyə qədər də həkim nəzarəti altındadır. Bizim xahişimiz odur ki, bu iş barəsində bizə köməklik aidiyyəti qurumlar eləsinlər.